Cehman yer gəlmişkən elə gəlmişkən sizdən onu da soruşaq. Bu Adnan Əhmədzadə ilə bağlı məsələ də son dərəcə gündəmdir. Bir ziyalı olaraq hər halda siz də gündəmdən xəbərdarsınız. Bir məmurun, bir sabiq idarə rəisinin, müavininin bu qədər sərvət toplaması və bu sərvəti onun ailəsinin, onun yaxınlarının bir yüngül həyat tərzi, belə demək mümkündürsə. İndi onlar üçün bəlkə də normal həyat tərzidir. Mən məsələn fikirləşirəm ki, o yüngül həyat tərzidir. Əgər sənin əyləncən varsa, normalda insan əylənməlidir. Normalda insan daha yaxşı yaşamaq istəyir, daha yaxşı geyinmək istəyir. Amma bunu kimi göstəri üçün etmək və bu qədər oğurlamaq. Əslində bunu normalda kimi bu qədər sərvəti necə qazanmaq olar? Dünən mən məsələn xəbər verəndə oxuyurdum ki, bu Dubayda ev alıb 60 neçə milyona. Yəni bunu normalda iş adamı edə bilər. Əgər zəhmət çəkib, əziyyət çəkib, öz hava zəhmətindən qazanıb ala bilər. Amma bir məmurun bu dərəcədə bu qədər sərvətə sahiblənməsi və üstəlik bunu dövlətə xəyanət etməklə etməsi, bax buna sizin baxışlarınız necədir? Söhbət konkret olaraq Adnan Əhmədzadədən Demək, gedir. Bətər xanım, birinci sizin sualınızda bir neçə mühüm məqam vardır. Birinci, mən həmişə deyirəm, yəni dövlət məmuru olmaq, istər millət vəkili, istər dövlət sistemində işləmək, bu birinci böyük etimaddır. Həm də məsuliyyətdir. Bəli, yəni birinci etimaddır ki, yəni cənab prezident, ölkə rəhbəri partiya, misal üçün biz millət vəkili olaraq partiya xətti ilə prosesdə iştirak edirik. Birinci, hər kəs bunu anlamalıdır ki, ona etimad göstərilir və o məsuliyyət daşıyır, sizin qeyd etdiyiniz kimi və o davranışında bununla bağlı cənab prezident dəfələrlə çıxışlarını bildirir və bəzi məmurları da buna görə cəzalandırıbdır. Yəni mən indi adları çəkmək istəmirəm, xatırlayırıq. Bəli, hazırda elə demək olar ki, əvvəlki dövrlərdə də. Yəni ona görə burada bilirsiniz, yəni hər kəs yəni çalışmalıdır ki, yəni geyimində də, oturuşunda da, duruşunda da. Ya baxın, bizim bir sadə prezidentimiz var. İnsanlarla bir yerdə olan, sadə yanaşan, münasibət quran, təvazükar. Yəni məmur vəzifədə olan insan bu bilməlidir ki, insanlardan belə aşırı dərəcədə seçilmək, özünün imkanlarını, vəzifəsini qabartmaq bu yol verilməzdir və qəbul edilməzdir. Çünki bu bir məmura da yaraşan bir davranış deyil və insanlar da buna heç də xoş yanaşmır. Və biz baxın, yəni son hadisədə də biz nəyi gördük? Cəmiyyətin ciddi bir aqressiyasını gördük. Bəli. Nəyə görə? Bax, həmən o insanların demək əməllərinə görə və insanların demək seçilməsinə görə bahalı geyim, bahalı həyat tərzi, yəni Amma bu... məsələn, əslində o görüntüyə bu aqressiyadır. Məsələnin kökü ondadır ki, bu adam oğurluq eləyib. Yəni biz indi, mən ona gələcəm, Bəli. bilirsiniz Bətər xanım, indi orada necədir? Məsələ ondadır ki, yəni burada bir hüquq və qanun pozuntusu var və buna görə də ölkə rəhbərliyi müəyyən bir tapşırıqları verilib ki, bu proses araşdırılsın. Yəni burada bir əsas məsələ odur ki, yəni bir hüquq pozuntusu var, qanun pozuntusu var, göstərilən etimada xəyanət var, onu doğrultmamaq var. İndi bilirsiniz ki, burada bugün mətbuatda çox məlumat gedir, İranla bağlı, Rusiya ilə bağlı, ayrı-ayrı ölkələrlə bağlı, amma fakt odur ki, bu var və mən düşünürəm ki, indi biz bütün hallarda yəni məhkəmənin, ümumiyyətlə dövlətin rəsmi məlumatını da ciddi bir formada gözləməli. Çünki bu məlumdur ki, ortada bir cinayət əməli var. Bəli. Cinayət əməli olmasa, yüksək etimad göstərilmiş bir şəxs həbs olunmazdı. Çünki bu insana çox böyük vəzifələr həvalə olunub, ona çox böyük demək vəzifələr tapşırılır. Ona görə mən düşünürəm ki, biz həm də yəni bu istintaqın nəticəsini, rəsmi məlumatı gözləməliyik ki, çünki bilirsiniz, biz bu məlumatları kim nə gəldi yazır, Rusiya, İran və s. bunların bəziləri ola bilsin dəqiq deyil və xarici mediada bunu bizdən götürür, bizə qarşı bundan istifadə edir. Ona görə düşünürəm ki, bax bu mənada bu xoşa gəlməz bir hal deyil
hər kəs nəticə çıxartmalıdır və eyni zamanda biz qeyd etdiyim kimi rəsmi bir nəticəni də gözləyərək onun əsasında bu məsələnin daha geniş bir formada müzakirəsinə baxa bilərik. Əslində sizin dediyiniz tamamilə doğrudur. Biz rəsmi məlumatı Bəli, gözləməliyik, amma istənilən halda bunun həbs olunması Əlbəttə ki. cinayətin Yox, bu olduğu- cinayət bir mənalıdır, Aha. amma yəni cinayəti çünki bilirsiniz, burada mən əslində məsələn mən indi onun detalına getmək istəmirəm. Siz də izləyirsiniz. İran nefti məsələsini deyirlər. bəli, Rusiya neftinin məsələsini Bəli. deyirlər və s. Bunlar hamısı mütləq şəkildə yəni araşdırmalı olan araşdırılır və məsələlərdir. heç kimin şübhəsi olmasın ki, araşdırılacaq. Yəni bu Cənab Prezidentin tapşırığı ilə xüsusi xidmət orqanına həvalə edilib. Orada peşəkar mütəxəssislər bu araşdırmanı aparır və təbii ki, burada əli olan başqa adamlar da varsa, onlar da müəyyənləşdirilərək cəzalandırılacaqlar.